Edison. Edison oxuyursan orada. Hı. Edison oxumaq olur oranı. Ateist olsam da ortada ölçüləbilən bir iş var. İnanası bir iş yoxdur ortada. Dəyişsə belə Edison kəlməsi tam şimşək parıltısının içinə kodlanıb. İlk dəfə gəmilərdə istifadə üçün icad olunub. Mindiyiniz gəmiləri yaratdı ki, kiməsə kör-körənə mi inanım? Yəni bunu mən qəbul etməmə şansım nətər ola bilər? Məsələ ki, yox, Sezgin 132 mində ölüymüş, yanlış olub, 140 min imiş. Amma sən Quranına demirsən ki, 132 mini, o zaman Quranın iddiası yanlışdır. Biz burada gördüyümüz iş nədir? Bizim üçün önəmli deyil əlimizdəki mətn Qurandır və ya başqa bir kitabdır. Yəni mənim əlimə hər hansı bir mətn ver, mən ölçürəm ki, bu mətndə həqiqətən bu şey kodlanıb, şuurlu şəkildə kimsə düşünərək bura yazıb onu qeyd edib. Yoxsa təsadüfdür. Sabah bürsün, elm dəyişər, Allah belə bir şey kitabında yazarmı, yazmazmı? Mənim üçün bunun heç bir önəmli deyil. Önümə bir mətn gəlir, mən bunu ölçürəm ki, burada təsadüf ehtimalı nə qədərdir? Higgs bozonu eşitmisiniz? Higgs bozonu. 1967-də Peter Higgs adlı biri kəşf edir bunu. Yəni hər şey kütləsini qazandıran bir zərrəcikdir. Bu Higgs bozonu 1967-də kəşf olunub bax, əslində kəşf olunub. Amma elmi səviyyədə kəşf kimi qəbul olunmur. Ta 2012-yə qədər. Niyə gözləyirlər bunlar 2012-ni? Çünki təsadüf ola bilər, yanıla bilər adam. Məsələn, Nobel mükafatlarına bax, adam kəşf edən kimi Nobel mükafatı vermirlər. Heç kəsə vermirlər. Niyə? Çünki yanıla bilər. Yanılsa sabah bilsin heç kəs elmə güvənməz. Dəfələrlə yoxlayır. 2012-də Higgs bozonu rəsmən kəşf olundu. Bu adama da Nobel mükafatı verdilər. Niyə ortada 1967-2012 neçə eləyir? 55 eləyir? 55. 55 deyir. Bu 55 il niyə gözlədilər bunlar? Yanılmamaq üçün. Sigma dəyərini gözlədilər ki, artıq yanılmaq ehtimalları bunların 3 milyonda 1-dir. 45. Hə. 45 il. Hə, yanılmaq ehtimalları 3 milyonda 1-dir. Elm gerçəyə çatdığını iddia eləmir zaten. Bəlkə də Higgs bozonu yoxdur. Amma biz var deyirik. Niyə? Çünki artıq yanılmaq şansımız 3 milyonda 1-dir. Bu bizə o qədər böyük ehtimal ki. Məsələn düşün, önündə 1000 dənə top var. Bir dəfəyə əli atdın, qırmızını seçdin. Bir dənə qırmızı var. Yanılmaq şansın 1000-də 1-dir. Düşün 3 milyonda 1-dir yanılmaq şansı. Var ha, şans var, amma bu şansı bir yerdən sonra biz bir yerdən sonra deməliyik ki, şanssızdan çıxır da. Bu artıq təsadüf deyil deməliyik. Məsələn, mən sözün açığı 500 dənə topdan bir qırmızı olsa onu götürsəm, ona belə şübhələnərəm ki, bəlkə təsadüf oldu. Amma bu bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə artıq bu 3 milyonda 1-dirsə, bu çox qüvvətli ehtimaldır. Və bundan sonra sən bunu artıq təsadüf demirsən. Bu da elmi metodologiyadır abi. Bizim bax burada bütün bu videolarda, bu tip videolarda ortaya qoyduğumuz iş, bu kitab Allah kitabıdır, deyil. Allah kitabında belə bir şey yazarmı? Sabah bir gün elm dəyişərmi? Bunlar heç bir bizim üçün önəmli deyil. Məsələn, elektronda. Elektron kəşf olunub 1900, elektronun yükü mən biləm 1901-dir. Önəmli deyil də, yəni 100 ildən çoxdur. 100 ildən çoxdur 1.6021 deyə davam edir belə elektron yükü. Baxaq hətta buradan. Elektron yükü nə qədərdir? 1.6021, 766, 3 və s. Vur 10⁻19. Quran bunu bura qədər təsbit edib 1.6021-ə qədər. Sabah bir gün elektron yükü dəyişsə, nə dəyişəcək? 1.6 dəyişəcək? Yox. 1.6021 dəyişəcək? Yox. Ta 3-dən də o tərəfdə. Yəni daha get-gedə bu daha dəqiqləşəcək də. Bizim bu dəqiqə bütün texnologiyamız, hər şey bunun üzərindədir. Bu nə dəyişəcək ki? Elektron yükü dəyişəcək. Higgs bozonu həqiqətdə yox imiş. Belə bir ehtimal var? Var. Amma bunun ehtimalı nə qədərdir? 3 milyonda 1. Ona görə bu dəqiqə bütün elm adamlar bunu var kimi qəbul edir. Biz bunu niyə var kimi qəbul edirik? Çünki ağıl bunu göstərir də. Biz buna nətər təsadüf? Amma gözün qabağındadır. Bəli, yanılmaq ehtimalımız varmı? Var. Amma biz buna təsadüf deyə bilmərik bu dəqiqə. İndi bax eyni metodologiya. Bax bizim zaten biz videonun axırında davamlı niyə sigma deyə vurğulayırıq? Çünki yanılmaq ehtimalımız var. Biz bunu düşünürük ki, önümüzə bir mətn gəlib, önümüzdəki Quran və hər hansı bir mən mənsub olduğum, sevdiyim, inandığım kitab olmaq önəmli deyil. Bir mətndə Planck hərf ardıcıllığının ortaya çıxma ehtimalı nə qədərdir? Biz bunu ölçürük. Amma məsələn ərəb dilində bir mətndə, başqa dildə bir mətndə bu da önəmlidir. Hər hərfin frekans dəyəri var. Bu hərf bu dildə daha çox istifadə olunur. Məsələn Planck'in əsi çox istifadə, bu ehtimalı daha da artırır. Yəni bu bizim əleyhimizə durumdur. Bunları da ölçürük. Surə başından 6582 başqa dəyərlər də ola bilərdi. Bu da dövrəyə, bu girsə bu da ehtimala daxil eləyərdik. Bu da bizim əleyhimizə bütün hamısını hesablayırıq abi. İnsanların əksəriyyəti bizim videoya baxır, kimi düşünür ki, abi bu da ola bilər. Biz onların hamısını dərinə düşünürük. Yəni heç bir çıxış yolu qalmır. Yəni ən sonda ortaya qoyur ki, bunun təsadüf olmaq ehtimalı 20 milyonda 1-dir. Məsələn, Sirius ulduzunda. Bunun bu mətnə təsadüfən düşmə ehtimalı 4 dənə dəyərdir orada. Ona görə videonun axırında orada deyir ki, orada neçə dənə demişik? 500 dənə deyəsən. 500 dənə top var, ağ. 4 dəfə əlbi salırsan, 4-ündə də qırmızı topu çıxarırsan demişik. Bu nə qədər ehtimaldır? 27 milyonda 1 ehtimaldır. Higgs bozonuna nə qədər dedik? 3 milyonda 1 ehtimala elm aləmində təsadüf demədilər. Demirlər də. Sirius ulduzunun Quranda qəsdən kodlandığı ehtimalı, kodlanmadığı ehtimalı 27 milyonda 1-dir. Kodlanmamış olmaq ehtimalı, təsadüfən olmaq ehtimalı, özümü aldatmaq ehtimalım 27 milyonda 1-dir. Və bunu hansı kripto mütəxəssisi, hansı elm adamına, bu işi bilən, başı çıxan elm adamına göstərsəm, deyəcək bu təsadüf deyil. 5 sigmadan yuxarı 100% təsadüf deyil deyirik biz bunu artıq. 4 sigma da verə bilərəm ha. Amma məsələn diqqət elə, bizim 4 sigma dəyərində də
bildiyimiz möcüzələr var, 3 sigma dəyərlər, amma bunları vermirik biz. Niyə? Çünki yanıla bilərik. Verəcəyik bəzən, amma məsələn mən deyəcəm ki, orada Quran böyük ehtimal buna işarə eləyib deyəcəm. Sabah bir gün Allah eləməsin, zaten olmaz. Ağlımı itirib. Yəni o cəhətdən ağlımı itirib. Ateist olsam da, amma bu bilgiləri bilsəm, kriptologiya üzrə bilgilərim itməsə, mən əlimə belə bir mətin gətir. Deyən ki, bax bu məlumatlar var, bu mətndə bunun təsadüfən ortaya çıxma ehtimalını ortaya çıxar. Mən yenə o ölçünü götürəcəm də. Riyaziyyatdan tərəfsiz olaraq da yəni. Nətə tərəf saxlaya bilərəm ki, riyaziyyatdır. Riyaziyyatda sən nətə yanıla bilərsən? Sezium analizi. 1 milyardda birdən daha yüksək bir dəyərdir təsadüf ehtimalı. Yəni seziumun məsələn 132905 atom kütləsi. Belədir və Quran da tam ona işarət edir. Sabah bir gün bu nətə dəyişsən? Yəni bu gün bütün laboratoriyada biz bunu ölçürük. Ölçürük, gözümüzlə görürük. Sonra bu 1387 hicri ilə, yəni 1967. Surənin başına etibarən o qədər hərf var seziuma qədər. Bu artıq tarixdir. Dəyişəcək şey deyil. Tarix möhürləmə var. Kriptologiyada möhürləndi artıq bu. Bu nə vaxt dəyişəcək? Sonra burada fətəhəssəsu min Yusufə. Həssas, sezium ən həssasdır zaten ona görə saatlarda. Yusuf peyğəmbər saatla bağlı möcüzəsi var. Bunlar artıq tarix möhürləmə, dəyişən şeylər deyil. Burada sən dəyişmək bir dənə %32.905-ə deyə bilərsən. O da bütün laboratoriyada həmişə neçə 100 ildir artıq biz bunu ölçürük, davamlı ölçürük. Bu harası dəyişəcək? Dəyişsə belə, mən bu dəqiqə yenə kripto mütəxəssis kimi deyirəm ki, bu dəqiqəki əlimdəki məlumata görə bu bura qəsdi kodlanıb. Sabah bir gün dəyişir, dəyişməz, mən bilmirəm. Bu dəqiqəki əlimdəki məlumata görə bu kodlanıb deyirəm. Dəyişsə yenə mətni əlimə gətir. Deyəcəm ki, bu mətin bura kodlanmayıb deyəcəm. Amma 100 il ərzində olan elmi məlumata işarət etməyə də çox qəribə bir şeydir. Amma kodlanmayıb deyəcəm. Yəni Quran səhv çıxdı burada. Yox, sadəcə kodlanmayıb deyirəm da. Quran niyə səhv çıxsın ki? Zaten orada ehtimallar nədir? 20 milyonda 1, 30 milyonda 1, 1 milyardda 1. Bu ehtimalı ona görə dəyərləndirir ki, 20 milyonda 19 milyon 999 min 999 ehtimalla Allah bunu bura qəsdən yerləşdirir. Bizim dediyimiz budur. %100 demirik, amma bütün elmi bilgilərimizdən daha qüvvətli %100'dür deyək. Daha qüvvətli ehtimaldır. Məsələn biri bu. Edwin Hubble'da məsələn. Edwin Hubble'ın adını açıq-açıq Zariyat surəsi 47-ci ayə səmanın genişlənməsindən bəhs eləyir və 5 kəlməlik bir cümlənin içinə bunu kəşf edən adam Edwin Hubble'ın adı yerləşdirilir. Açıq-açıq Edwin Hubble deyir da biz 5 kəlməlik bir cümlənin içinə Edwin Hubble'ı götürüb atırıq Google Translate-ə, Edwin Hubble səsi çıxır. Qurandan çıxarıb atırıq, oraya Edwin Hubble səsi çıxır. Məsələn, mən bu Edwin Hubble'ın sigma dəyərini heç hesablamadım. Tutdum ki, bu 1 milyardda birdən daha yüksək bir dəyərdir. Çox-çox yüksək bir. Bu ən az 7 sigma dəyərində bir işdir bu. Bunu hər kəs açıq-açıq qulağı ilə eşidir. Buna təsadüf nə deyirsən abi? Təkcə bu deyil ha, səmanın genişlənmə, bu videoya baxsınlar. Səmanın genişlənmə sürətinə işarə var burada. Hətta burada bir yerdə məsələn demişik ki, səmanın genişlənməsində 2 ölçü var bu dəqiqə. Bəziləri deyir ki, budur, bu sürətlə genişlənir, bəziləri deyir bu sürətlə genişlənir. Biz orada deyik ki, Quranda bu rəqəm var. Bu 2 rəqəmdən birini tutdurup. Çox böyük rəqəmdə 5 rəqəm bir ədəddir. Bu da var deyirik. Deyirik ki, biz bilmirik. Ola bilər ki, böyük ehtimal bu doğrudur. Çünki Quranda bundan üst-üstə düşüb. O bir doğrusu Quran işarət eləməyib deyəcək ona. Yəni o qədər. Yəni onu da orada vurğuluyur. Amma bir şey 5 sigmanı keçəndən sonra mən niyə də danışım ki orada? Məsələn, günlə bağlı videolarımız. Quranda gün 365 dəfə keçib. Bu artıq elm deyil. Dəyişə bilən bir şey deyil. Gündəlik bilirik ki, gün 365 dəfə olur. Bir də burada məsələn bizim kriptologiya möcüzələrimiz var. Həmim surələr. Məsələn, buna hər kəsin mütləq baxmasını tövsiyə edirəm. Yəni desələr ki, 2 videomuza 500 videomuz var bizim. YouTube'da bizim 500 videomuz var. Desələr ki, sadəcə ikisini bütün dünyada hamıya göstərə bilərsən, hansı seçərsən? Mən ikisindən biri bunu seçərəm. Həmim surələr möcüzəsi. 25 dəqiqəlik videodur. Bunun elmlə zərrə qədər əlaqəsi yoxdur. Hətta orada 100 min dollar mükafat var. Məsələn, bunu kəşf edən adam bu dəqiqədə yaşayır və 100 min dollar mükafat vəd eləyir. Quranda bu kodlama sistemi var. Bu qüvvətdə bir iş ortaya qoy. Mən sənə deyim 100 min dollar mükafat verirəm. Nobel mükafatı. Zaten mənim əlaqəm var da bilirəm ki, məsələn, doğru sözlü adamdır. Zaten biabr olar verməsə, yəni artıq dünyada məşhurdur. Mən özüm məşğul olmuşam. Mən görürəm ki, bundan daha qüvvətli bir iş görə bilmirəm. O videoya baxmaq lazım. Burada uzun-uzadı mən danışmıram. Məsələn, bunun elmlə heç bir əlaqəsi yoxdur. Bu videoda demirik ki, keçmişdən elə bir kitab tap ki, içində bu kodlamalar olsun, bu sistem olsun. Biz belə demirik. Bu videoda deyirik ki, özün sıfırdan kitab yaz. Bütün elm adamları, bütün riyaziyyatçılar, İstədiyin informasiyanı yüklə. Bütün hamımız süni zəkalar bir yerə gəlin, elə bir kitab yazın ki, içində bu qədər kodlama olsun. İndən sonra yaza bilmirlər. Yaza bilmirlər deyəndə biz onun ehtimalını hesablayırıq da artıq bu qədər kompüter bu qədər çalışmalıdır. Artıq kainatın yaşını qat-qat aşır yəni. Otursun yazsın da yəni, əgər Yaz yəni. iddialıdırsa yəni eləsin də yəni. Quran iddiası nədir? O burada mükafatdır. Əgər sözünüzdə doğru isəniz, bunun bənzəri bir surə gətirin deyir. Gətir də, yəni gətir yaz. Gəlir dəmirlə bağlı Quranda möcüzə. Bunda sigma dəyəri qat-qat milyarddan yuxarıdır yəni. Hər kəs baxsa açıq-açıq görəcək. Yəni əlində bir kitab var. Bura ya bu məlumatlar qəsdən şüurlu şəkildə kodlanmışdır, ya da ki təsadüfdür. Mən bunu ölçürəm. Hər hansı bir kripto mütəxəssis bunu Əsas iddianız odur da sizin.
Hər hansı kripto mütəxəssisi bunu ölçə bilər. Yəni ortada ölçülə bilən bir iş var. İnanası bir iş yoxdur ortada. Və mən bir də o şərhlərə niyə önəm vermirəm? Çünki bilmirlər də adam. Mən bilirəm. Adam bilmir. Mən onun nəyindən narahat olum ki? Bizim iddiamız o deyil ki, Quran açıq-açıq Cesiumdan yazır. Zaten Quranın Cesium kimi belə bir məqsədi yoxdur. Mənadır və qat-qat önəmli məsələlərdir. İllərdir bütün hamı bundan danışır. Biz də danışırıq. Sadəcə bu da var. İşari mənada, Quran işari mənada buna da işarə eləyir deyirik. İşari məna. Quranın açıq mənası budur deyirik. Bunu da niyə deyirik işarə eləyir? Çünki ölçmüşük. Yəni normal elmi metodologiyada necə ki Higgs bozonu var deyirik. Necə ki biz elektronun varlığına inanırıq. Bax biz elektron varlığına inanırıq, bilirsən? Yəni Sabirsin elm ortaya çıxara bilər ki, əslində elektron yox imiş. Yəni elektrona inanırıq. Bu da maraqlı bir şey. Necə ki biz ona inanırıq artıq, o eyni qüvvətdə də buna inanırıq. Bu elmi möcüzələr üçün keçərlidir. Məsələn, həmimlər, kriptoloji, sırf kriptoloji möcüzələr üçün bu artıq inanc yox. Mən açıq-açıq riyaziyyatdır. Mən bunu heç cür təqlid edə bilmədiyimi özüm görürəm yəni. Bacara bilmədiyimi özüm görürəm. Bu dəqiq hesablamadır. Yəni sən bura bir də əlavə eləməsin, bir 2-də çıxanmasan da yəni. Burada artıq göz qabağındadır. Kim nə də əks çıxırsa, qabağına həqiqətən də bir şey qoyması lazım. Yəni bir iddiasını qoyması lazım ki, bax burada belə bir yanlışı qoymursa, demək ki o yəni bizim üçün önəmli deyil. Heç bir önəmi yoxdur yəni. O istəyi min də yormayasın o tərzdə. Belə bir ayə var deyir ki, onların bir qismi də deyir, ümmidirlər. Oxuma yazma bilməzlər. Ancaq zənn ardınca qaçarlar. Bir qismi də ümmidir. Oxuma yazma bilmir, ancaq zənnə. Belə olmaz. Hər halda belə olar. Allah belə eləyər. Allah belə kitab yazmaz. Məsələn. Başqa vaxtda nə deyirlər? Biz Allahın kitabından heyran olmağı gözləyirik. Amma sən heyran ol da, heyran olacaq şeydir. Sadəcə baş işləsən, heyran olacaq işlərdir. Və biz burada çəkdiklərimiz təkcid möcüzəsi var. Məsələn, bu da yenə təqlidi imkansız kimi şeydir, çox çətin şeydir. Və biz burada çəkdiklərimiz bildiklərimizin 400-də 1-i deyil. 400-də 1-i deyil. Hələ qat-qat artıq çəkəcəyik. Hamısını ölçə-ölçə çəkirik. Biz məsələn 1000-də 1 ehtimal da var, 5000-də 1 ehtimal da var, çəkə bilərik. Amma sabah bilsin yanılmaq ehtimalımız var deyənə, məsələn onu çəkmirik. Çünki Allah bunu qəsdən, Allah demir, bu kitabı bu qəsdən kodlanıb yoxsa təsadüfdür. 1000-də 1 təsadüfdən 1999 qəsdəndir. Mən onu yayınlamaram. Ən az videolarımızda diqqət elə, ən azı 20 milyonda bir təsadüf ehtimal olan məsələlər yayınlanır. 5 sigma çəkməlidir ki, daha da hər kəs yəni qəbul olunsun deyə. Elmdə 4 sigma da diqqətə layiq dəyərdə. Biz 5 sigma yayınırıq. 6 sigma, 7 sigma yayınladığımız şeylər, hətta həmimlər neçə idi? Həmimlərin hələ hamısı yox. Bir qismi 27 sigmadan daha böyükdür. Həmimlər bilirsən nə? Dəhşət şeydən. Adam deyir ki, məsələn, siz bir Qurandan istifadə edirsiniz. Halbuki Quran peyğəmbərimizə gələndə surələr o tərtibdə deyilmiş. Surələri sonradan səhabələr tərtib edir. Mənim üçün o da önəmli deyil ha. Əslində elə deyil. Zaten bir videoda bundan danışmışıq. Surələr bizzat peyğəmbərimizin vasitəsilə, Həzrət Cəbrail vasitəsilə tərtib olunub. Rəvayətlər belədir. Və bir də mənim üçün önəmli deyil. Önümə mətn gəlib, bax bu dəqiqə evimizdə olan Quran var ha. Bu dəqiqə o Quranda bu kodlama var. Hətta bu etiraza da qapalıam ha. Allah belə bir kitab yazmaz. Düşün, mən Allah da bilmirəm, axirət də bilmirəm. Tam ateistəm, eləmi? Önümə bir mətn gəlib, mən bu mətndə qəsdi kodlama görsəm müsəlman olacağam. İlk dəlilimdir bu mənim. İlk dəlildə həqiqətən görürəm qəsdi kodlama var. Müsəlman olmaq istəyirəm ki, yox bu təsadüf ola bilməz. Müsəlman olmaq istəyirəm. Bir müsəlman qıraqdan çıxır mənə etiraz edir ki, yox Allah belə bir kitab yazmaz. Deyirəm hə, Allah belə kitab yazmaz. Bircə dənə dəlilim var hələ. Müsəlman olmağa bircə dənə dəlil tapmışam. Onu belə qoymur da ki, Allah belə kitab yazmaz. Bir də adamın iddiasıdır. Nə bilirsən Allah belə bir kitab yazmaz. Belə dəlil var, Allah kitab yazmaz, belə bir kitab yazmaz. Nəysə, bu da başqa bir mövzu. Quranda 2 dəfə kitab-ı mərqum ifadəsi keçir. Yəni, bu kodlanmış bir kitabdır. 2 dəfə keçir. Quranda 29 surənin başında əlif, ləm, mim, əlif, ləm, ra, hə, mim, ayn, sin, qaf, nun, qaf. Bunlar niyə yazılır? Bunu kim başa düşüb indiyə qədər? Fərqli təfsirlər var, amma ciddi ortada ciddi nə iş var abi? Yəni, bu heç vaxt tarix boyu heç bir müsəlman tərəfindən ciddi şəkildə başa düşülməyib. Peyğəmbərimiz bilmiş. Amma bu açıq-açıq görürsən ki, təbii ki, bəlli şəxslər var, amma ortada ciddi bir ümumin görə biləcəyi bir iş yoxdur. Amma bu kodlama olduğuna açıq işarətdir. Yəni sən bir kitab yazırsan, niyə əlif, ləm, mim deyə başlayasan surəni? Qaf deyə başlayasan. Tarixdə heç bir kitab belə başlamayıb. Amma indi bu dəqiqə kodlamalarda belə şifrələrdən istifadə edirlər. Görürsən, şifrələməyin nətər oturur bunlar. Və bütün şifrələmə bunun üzərindədir. Məsələn, hə, mim, ayn, sin, qaf bunlardadır. Bunlar hamısı kodlama üzərindədir. Çox deyil, o qədər məlumat var. Mən bəzən deyirəm ki, mən içimdə düşünürəm ki, yəni bunların hamısını nətər çatdıracağıq topluma. Bir də onu da deyim ki, Quran mənası var, həqiqi. İçindən o mənanı qavrayıb həyatına tətbiq etməlisən. O daha önəmlidir, bizim üçün də daha önəmlidir. Bir insan həyatı boyu bu tip heç bir video görməsin, heç bir məlumata sahib olmasın. Hətta biz özümüz belə bu məlumatlar olmasa dindən çıxarıq. İmanımı Cesium üzərinə qurmamışam ki. Yox. Dəmir üzərinə qurmamışam ki. Hətta imanımdan aşağı yuxarı elə bir şey də itirmərəm yəni. Heç nə itirmərəm yəni, heç nə itirmərəm. Hətta Quranın yarısı olmasa mən heç nə itirmərəm. Məsələn mən Elhamdülillahi Rabbil Aləmin deyəndə, Ər-Rahmanir-Rahim bir Fatihə mənim müsəlman olmağıma tam kifayət edir. Yəni bu sözlər insanın kəlamı deyil. Mən mənaya baxaraq görürəm o zaten. Bu barədə danışırıq.
Ya da məsələn subhanallah. O gün düşünürəm subhanallah, elhamdülillah, Allahu ekber, la ilahe illallah. Bu 4 kəlmə mənim müsəlman olmağım üçün namaz qılmağıma yetir bu 4 kəlmə. Mənim müsəlman idi yəni. Mənim üçün bu 4 kəlmə o qədər dəyərli, çərdək kimidir. Yəni içindən bir ağac çıxan, içindən kainat çıxan kəlmələrdir. İmanımı bunlar üzərinə qurmamışam. Heç kəsin də istəmirəm imanını bunlar üzərinə qursunlar. Amma bunlar maraqlı işarə mənalardır da. Maraqlı mənalardır. Və bir də rəğbət görürmü bu videolar? Bəli görür. Kiməsə mənfi təsir eləyirmi? Bilməm, yəni elə bir şey yoxdur ki, kiməsə mənfi təsir eləməsin. Ən çox dünyada mənfi təsir eləyən kitab hansıdır? Qurandır. Quranı oxuyub insanlar ateist olur. Elə deyil? Olur da. Günəş vurur, arı bal düzəldir, ilan zəhər düzəldir. Ola bilər kiməsə mənfi təsir eləsin, amma ümumi olaraq bu tip videolar bəyənilir. Yəni görürəm mən. Yəni %10 nəfərdən biri bəyənir də, yəni. Bu qüvvətli dəyərdir yəni. Və məsələn səhabədən buna bir belə işlər görən varmı səhabədən? İbn Abbas, bilirsən də İbn Abbas. İbn Abbas çox. Peyğəmbərimiz deyir ki, Allahım onu dində faqih qıl, alim qıl deyək dində. İbn Abbasın Həzrət Ömərin belə bir mübahisəsi var, müzakirəsi var. Həzrət Ömər deyir ki, Qədir gecəsi ayın 23-üdür. İbn Abbas deyir ayın 27-sidir. İbn Abbasın gətirdiyi dəlilə bax. Deyir ki, Qədir surəsində 30 kəlmə var. Bax ölçür. 30 kəlmə var. Hiyə mətla'il fəcr. Hiyə kəlməsi var orada. O gecə. Qədir gecəsi, o gecə. Hiyə kəlməsi 27-ci kəlmədir. Qədir surəsində 30 kəlmə var. Hiyə o gecə 27-ci kəlmədir. Deyir bu bir dəlil Qədir gecəsinin 27-si olduğuna dair. Və deyir ki, Qədir surəsində 3 dəfə bu kəlmə keçir. Leylətul Qadr, Leylətul Qadr, Leylətul Qadr. Qədir gecəsi, Qədir gecəsi, Qədir gecəsi. Leylətul Qadr 9 hərfdən ibarətdir. Leylətul Qadr, Leylətul Qadr, Leylətul Qadr 27 hərf. Belə 2 dənə dəlil deyir. Qədir gecəsinin 27-si olduğuna dair. Hədislərdə də bunlar. Muhiddin Arabi ilə məncə çox şeylər var. Var, Cəfər Sadiqdən bu tip şeylər var. Cəfər Sadiq, İslam alimlərinin çox şeylər var. İstihracları var, çıxartdıqları möcüzələr. Ekranda görürsüz. Edison. Edison oxuyursan oradan. Edison oxumaq olur oranı? Quranda Edison kimi oxuya biləcəyimiz. Edison rahat oxumaq olur. Çox rahat. Quranda Edison kimi oxuya biləcəyimiz yeganə kəlmə budur. Bax, Edison. Edison nə ilə məşhurdur? İşıq da. Bəli, lampanı kəşf etdi. Lampa. Yəni bununla məşhurdur. Edison lampanı kəşf eləməyib də önəmli deyil ha. Yəni bütün tarix boyu hamı lampa, Edison bu bərabər anılır deyək. Bax, Edison 114 surə içində hansı surədə keçsə yaxşıdır? Nur surəsində. Nur surəsində. Və bunun ehtimalını ələ alırıq. Sonra burada da Nur surəsi başdan ayağa nurdan, işıqdan danışmır ha. Nur surəsi başqa şeydən danışır. Amma 2 yerdə işıqdan danışır. Onlardan biri budur. Yakadu sənə bərqihi. Şimşək parıltısı. Edison kəlməsi tam şimşək parıltısının içinə kodlanıb. Mən bu nətə təsadüf deyim. Biraz aşağı düşən. Çox da bu tip məlumatlar çox elə belə bir iki dənə göstərirəm. Bax görürsüz bu ayədə 46-cı surə 15-ci ayədə. Soldan sağa doğru. Prolaktin oxuyursunuz burada. Prolaktin. Prolaktin. Prolaktin bir hormondur. Laktoza eşitmisiniz? Laktin, laktoza, süd. Laktoza. Süd şəkəri deyəsən laktoza. Bax, prolaktin oxunur açıqca. Oxunur. Soldan sağa doğru. Bəli. Prolaktin açıqca oxunur. Prolaktin nədir? Hamilə qadınlarda tam hamiləlik vaxtı süd vəzlərinin istehsal elədiyi hormondur. Bax, süd hamilə qadın. Prolaktin belə bir hormondur. Bunu bildik. Bax mən bunu nətər ölçürəm? Mən baxıram ki, bir mətndə prolaktin kəlməsi var. Hər hansı bir mətndə prolaktin kəlməsinin təsadüfən ortaya çıxmaq ehtimalı nə qədərdir? Mən bunu ölçdüm, nə qədərdir? 40.000-də 1. Hər hansı Quran ölçüsündə, mətn ölçüsü də önəmlidir. Quran ölçüsündə 326.159 hərflik bir mətndə Quran olmağı önəmli deyil. Belə bir mətn gəlib mənə. İstəyir bir ateistin yazdığı kitab olsun. Belə bir mətndə bunun təsadüfən ortaya çıxmaq ehtimalı 40.000-də 1-dir. Sağdan sola da, soldan sağa da kodlanmış olma ehtimalını götürürük. Çünki bu cür kodlama kriptologiyada yaygındır yəni. Ona görə ehtimal nəyə düşür? 20.000-də 1-ə. Sadəcə bu məlumat olsa, mən buna təsadüf deyərəm. Amma bax, Quranın neçə ayəsi var? 6236 ayəsi, eləmi? Düşün indi 6236 ayədən prolaktin kəlməsi hansı ayənin içinə düşüb? Anası onu sıxıntı çəkərək qarnında daşımış və sıxıntı çəkərək doğurmuşdur. Onu daşıması və süddən kəsməsi 30 ay sürməkdədir. Maraqlıdır. 30 ay məsələsinə başqa etirazlar ola bilər. O da kimisə cahilliyindən qaynaqlanır. Quranda bunun kimi başqa süd və hamiləlikdə danışan ayələr varmı? Var. Var, bəli. Quranda tam 6 yerdədir. 6236 yenə bölünür 6-ya. 1039-da 1. Ehtimala düşür 1039-da 1. Tam da buna vururuq, üst-üstə düşən ehtimalı. Prolaktin süddən kəsilməsidir. Prolaktin süd hormonudur. Hamilə qadınların istehsal etdiyi süd hormonudur. Prolaktinin hər hansı bir kitabda prolaktin kəlməsinin ortaya çıxması və bunun da 6236 ayədə tam da südlə əlaqəli bir ayədə ortaya çıxma ehtimalı 20 milyonda bir ehtimaldır. 20 milyonda bir. Bizə nədir? Bizim bayaq 5 sigma dediyimiz dəyər. 5 sigma 3.5 milyonda birdən ehtimal az oldusa, yəni daha yüksək oldusa, ehtimal az oldusa, biz buna 5 sigma deyirik. Bu 20 milyondur. Higgs bozonu üçün bizə 3 milyon ehtimal bəs elədi. Higgs bozonu var demək üçün 45 il keçdi. 45 ilə biz dedik ki, Higgs bozonu həqiqətən var.
3 milyon ehtimalı gözləyirik biz burada. Bu 20 milyonda bir ehtimal. Mən buna nətər təsadüf deyim? Mən müsəlman deyiləm, elə düşün. Mən yenə nətər buna təsadüf deyə bilərəm. Sonra məsələn, kronometr eşitmisən? Kronometr nəsə saxlayın da. İlk dəfə gəmilərdə istifadə üçün icad olunub. Hər halda 1700-lərdədir. Hə, bax gəmi və kronometr eləmi? Kronometr kəlməsi Quranda cəmi bir yerdədir. Oxuya bilsən? Ha, kronometr. Açıq şəkildə oxu. Açıq şey Kronometr oldu. cəmi bir yerdə kronometrdir. 8 hərfdən ibarətdir. Ölçürük. Hər hansı bir mətndə kronometr kəlməsinin təsadüfən ortaya çıxmaq ehtimalı 320, 326, 159 hərflik. Yəni Quran boyda təxminən bir mətndə. Təsadüfən ortaya çıxma ehtimalı nə qədər hesabladım bunu? Bu 2 milyonda birdir. Keçdiyi ayəyə baxırıq. 43-cü surə 12-13-cü ayələrdir. Mindiyiniz gəmiləri yaratdı ki, onların göyərtəsinə yerləşdiyiniz zaman. Onların göyərtəsinə yerləşdiyiniz zaman. Görsən? Yəni biz buna dərhal atlaya bilərik. 6236-da 1 vur kronometr 2 milyonda 1 deyib mən bunu çox şişirdilmiş bir dəyər kimi deyərəm. Amma mən bilirəm axı, yəni insanların bilmədiyi çox məsələ var ki, mən ölçəndə o ehtimal bilirəm ki, bu mənim əleyhimə dəlildir. Quranda gəmi kəlməsi 30 yerdədir. 30 yerdə. Bax bu əleyhimizə dəlildir. Bir kitabda 30 yerdə olması 6236 bölürsən 30 artıq. Bu təxminən 200 neçə eləyir? 207 eləyəcək, 208 eləyəcək. 208-də 1-i vururuq 2 milyona. Bunun da ehtimalı təxminən 255 milyon olmalıdır. Kronometr kəlməsinin hər hansı bir kitabda təsadüfən ortaya çıxma ehtimalı və tam da gəmi ilə əlaqəli ayədə ortaya çıxma ehtimalı 255 milyonda 1-dir. Təsadüf dəyərlərində 5 milyon özü bizə edə bilərəm. Bu 5 siqma bəlkə 6 siqmadan qat-qat yuxarı dəyər. Mən buna təsadüf deyəmərəm axı. Və bu məsələn elmdə bu dəyişəcək bir şeydir kronometr. Yox. Artıq tarix damğalamadı bu. Artıq bir yerdə kronometr ortaya çıxıb, gəmi ilə ortaya çıxıb, artıq bu dəyişməz. Və prolaktin dəyişəcək bir şeydir. Yox, artıq bu hər kəs tərəfindən açıq ortaya qoyulub. Bunun üzərinə də artıq bütün məsələlər. Tamam. Yəni dediyimiz kimi abi, bizim videolara bir insan nətər etiraz edə bilər? Sadəcə ölçü ilə, sadəcə riyaziyyatla ki. Çünki bizim gördüyümüz iş budur. Bizim bax bu videolarda bizim müsəlman olaraq Qurana inanır, nəyisə inanır, bu cürə görməyimizə ehtiyac yoxdur. Hətta bu kitabı Allah yazıb. Bu fikrə belə ehtiyac yoxdur. Mən kronometr gördüm, 255 milyonu gördüm. Bu kitaba kronometr kəlməsi qəsdən şuurlu şəkildə yerləşdirilib. Bunun ehtimalı nə qədərdir? 255 milyonda 254 milyon 999 min 999. Mən bunu nətər qəbul eləməyim? Kiməsə kör-köranə mi inanım? Yəni bunu mən qəbul eləməmə şansım nətər ola bilər? Kimisə quruntu düşüncələrinə inanmaq ola bilər. Kimsə Allah belə kitab yaza bilməz. Allah belə kitab yaza bilməz. Ona niyə inanım? Hətta Allah yaza bilməz qardaş. Heç onu da bilmirəm. Bu burada təsadüfi deyil. Mən bunu görürəm. Bir də bu məsələləri biz ortaya çıxartmamışıq. Bu zaten bilinən məsələlərdir. Bilinən deyəndə bəlli şəxslər tərəfindən, mütəxəssislər tərəfindən bilinən məsələlərdir. Bu yaxın zamanda hər halda dünyada geniş şaxəli şəkildə yayılacaq. Hər halda deyəni yayılacaq artıq. Biz tez davranmışıq deyək. İnşallah.